Hamını salamlayıram. Laçın şəhərində Simur kitabxanadan. Mən əvvəlcədən Simur kitabxanası haqqında məlumat verim. Simur kitabxanası 2024-cü ilin fevral ayında təşkil olunub Bakı Abadlıq tərəfindən. Laçın sakini kimi onlara minnətdaram ki, yəni belə bir kitabxana təsis elədilər, yaratdılar, avadanlıqlarla təsis elədilər və ilk kitabı da mən vermişəm bura. Kitabxanamdan bir 80-a yaxın kitab vermişəm. Sonra bizim prezidentin səlahiyyət nümayəndəsi Məsim müəllim kitab verdi. Sonra müxtəlif şirkətlər, CBS şirkəti göndərdi, Hikmət müəllim. O da Laçınlı, anası Laçınlıdır. Yəni belə, indi bu günlərdə qonağımız deməli Verdiyev Anar Yılmazoğlu. Bu kitabı gətirib. Onun atası fizika elmləri doktoru, atom fizikası üzrə Azərbaycanda yeganə mütəxəssislərdən biri idi. Moskvada qurtarmışdı, 28 yaşında səhv eləmirəmsə artıq doktor, elmlər doktoruydu. Onun nə məlumat verim sizə? Düzdür, bu kitabda o qədər ətraflı yazılmıyor. Burada ləhcə fərqimiz farkımızdadır. Yəni ləhcə farkımız fərqimizdədir. Yəni Türkiyə türklərinin, Azərbaycan türklərinin yəni ləhcə, yəni onlar farq deyirlər, biz fərq deyirik, yəni belə. Yılmaz müəllimin rəhmətin atası, Anarın babası Əsəd Verdiyev, hansı qardaşının adını Allah qorusun daşıyır, Əsəd Verdiyev. Laçın rayon partiya komitəsinin birinci katibi olub. 1930-cu illərə qədər. Laçın rayon partiya komitəsinin birinci katibi olub. O dövrdə Laçın rayon təhsil şöbəsində müdürü Müseyib İlyasov olub. Çox böyük, maarifpərvər bir insan olub. Laçınlıdır hər ikisi. O Müseyib İlyasov da, hamısı da bunlar repressiya qurbanı olublar. Yəni 30-cu illərin, 37-ci illərdə Bagirovun, yəni Stalin repressiyası dövründə onu da həbs ediblər türkçülüyünə görə güya ki o vaxtı Türkiyə əleyhinə böyük, yəni Sovet dövründə kampaniya gedirdi. O da hardan, mən çox fikirləşmişəm. Deməli Əsəd Verdiyev mənim ana babam Həsən Ali Baxşızadənin bacısı oluydu. Həm də arvadı da Qələmfir xalı rəhmətlik qardaşı qızı idi. Onun uşaqlarının adına fikir verin. Yılmaz, Yavuz, Maya deyirdi, Maya xanım. Onun əsl adı Maisə idi. Və onlarda, onun da adı qoyanda Hüseyin Cavidin arvadı olub Müşkünəz xanım, ona ana deyirmişlər. Və onlar, mənim anamın da adı Şəfiqə, anam da mənim oğlumun adı Məsud qoyub, Məsud Şəfiqə. Hüseyin Cavidin əsəridir, poeması var. Yəni bunlara görə o Hüseyin Cavidlə qapı bir qonşu olublar. Ailə çox belə bir yerdə yaşayıblar. Köhnə akademiya binasının, mən o evi görmüşdüm. Akademiya binasının içəri üzündə indiki İqtisad Universiteti ilə yanaşı və orada yaşayıblar. Sonra Əsəd Verdiyev həbs ediləndən sonra onun ailəsi nə zülmlər çəkib. Qələmfir xala çox çətinliklə övladlarını böyüdüb, təhsil verib. Yılmaz deməli Moskva Dövlət Universitetini qurtarıbdır. Sonra orada qalıb müdafiə edib, alimlik dərəcəsi alıb. Və Azərbaycan Elmlər Akademiyasında deməli şöbə müdürü idi. Sonra getdi Türkiyədə Ədəl Universitetində orada professor vəzifəsi tutdu, orada çalışırdı. Oradan da dünyasını dəyişdi. Laçının dar günündə Laçına da gəlmişdi. Deməli 92-ci ilin aprel ayı olardı səbəbimsə. Belə, indi onun kitabı var. Ləhcə fərqimiz farkımızdadır. Yaxşı olar ki, kitabxanada gəlib oxusunlar. Çox maraqlı kitabdır. Çox maraqlı kitabdır. Kitabda hər tərəfli, deməli, bizim Türkiyə ilə bizim qardaşlığımız, bir kökdən gəlməyimiz hamısı açıq aydın burada gözəl izah olunubdur.